xalqlar dostluğudur. Azərbaycanın multikultural dəyərlərə verdiyi önəmi göstərən bu stansiya Azərbaycan xalqının dilindən, dinindən, irqindən asılı olmayaraq bütün insanlar arasındakı dostluğa və həmrəyliyə verdiyi önəmin bariz nümunəsidir. 1989-cu ildə açılan stansiyanın iki memarı var. Akif Abdullayev və Rasim Əliyev. Stansiyanın dizaynında multikultural elementlər diqqət çəkir. Hər gün yüzlərlə insanın gördüyü bu əsərdə insan və cəmiyyət mövzusu yer alır. Platformanın divarlarında bitki elementlərini gördük. Xalqlar dostluğunun işıqlandırılması digər stansiyalardan xüsusilə fərqlənir. Belə ki, tavandakı halqalar və sütunun üst hissəsindəki işıqlar sözün əsl mənasında stansiyaya parlaqlıqla bərabər xüsusi bir ovqat qatır. Nə gözəlsən, nə qəşəngsən. Bu səhər sən sevgilim. Qatar stansiyaya çatarkən səslənən mahnı Bəxtiyar filminin son səhnəsində səslənən Əziz Dost mahnısıdır. Qeyd edək ki, Əziz Dost mahnısı həm Bəxtiyar filmində, həm də stansiyada səslənən ikinci mahnıdır. Bundan əvvəl Neftçilər stansiyasını çəkərkən orada səslənən Neftçilər haqqında mahnısı da Bəxtiyar filmində səslənib. Başlayın, siz neftçisiniz? Bəli. Çoxdan? 3 ilə yaxındır. Çox sağ olun. Dəyməz. Gedək. Məsələ tamamilə aydın. Yoldaşlar, siz mənə son xəbərdarlıqla şiddətli töhmət verə bilərsiniz. İstəsəniz adi töhmət də verə bilərsiniz. Mən burada günahkar deyiləm. O artist deyil, o həqiqətən neftçidir. Bu həqiqətə oxşamır. O ki, əsl xanəndədir. Neftçidir. Xanəndədir. Gedək. Gedək. Məsələ aydındır. Neftçi, xanəndə. Hə? Xanəndə? Azərbaycan kinosunun məşhur, baxdıqca baxılan filmlərindən olan Bəxtiyar filmi gözəl və bənzərsiz səsə malik gənc neftçi Bəxtiyar Muradovun taleyindən bəhs edir. Bəxtiyar məlahətli səs sahibi olsa da, valideynlərinin yolu ilə gedib neftçi olur. Qeyri-adi səsə malik neftçi Bəxtiyarı böyük səhnəyə aparan yol isə heç də asan olmur. Nə gözəlsən, bu axşam sən əziz dost, nə qəşəngsən, nə gözəlsən, bu axşam sən əziz dost. Əziz Bakılılar və şəhərimizin qonaqları, bu həftə biz sizə Xalqlar Dostluğu stansiyasından xəbər verdik. Qırmızı xəttin bitməyinə son 2 stansiyamız qalıb. Növbəti stansiyada görüşərik. Hələlik. Kimsən, o səfir?